Davam edirik. Xaricdə təhsil alan gənclərin sayı ildən ilə artır. Amma diplom almaq hələ son deyil. Əsas məsələ o diplomun Azərbaycanda tanınmasıdır. Bəs niyə bəzi diplomların tanınmasında problemlər yaranır? Əməkdaşlarımız mövzunu araşdırıb izləyək. İllərlə gərgin əmək, yuxusuz gecələr. Və nəhayət, məlum olur ki, bu əməyin nəticəsi etibarsızdır. Bəli, söhbət diplomu tanınmayan gənclərdən gedir. Onlardan biri də Turac Hacızadədir. Mən və bir qrup Azərbaycan gənci Türkiyə Cumhuriyyətinin Atatürk Universitetində bakalavr təhsili almışıq. Təhsilimizi Türkiyənin mövcud sisteminə uyğun olaraq açıq öyrətim təhsil formasında, yəni distant təhsil formasında almışıq. Təəssüf ki, hazırda ölkəmizdə diplomlarımızın tanınması ilə bağlı ciddi problemlə üzləşirik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsilimizin ənənəvi təlim metodlarına əsaslanmadığını səbəb gətirərək diplomlarımızı tanımaqdan imtina edir. Və bunun nəticəsində biz təhsilimizi magistratura səviyyəsində davam etdirə bilmirik, həmçinin öz sahəmizdə bir çox qurumlarda fəaliyyət göstərə bilmirik. Turac xanım belə halla qarşılaşan nə ilk, nə də son tələbədir. Təkcə ötən ay diplomların tanınması ilə bağlı 751 müraciətdən 642 barədə müsbət qərar verilib. Bəs geridə qalan 108 nəfərin müraciəti nə üçün mənfi qərarla yekunlaşıb? Ümumiyyətlə, xarici universitetlərdə təhsil alanların diplomlarının tanınması prosesində nələr nəzərə alınır? Bu suallarla üst tutduq Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, təhsil müəssisəsinin akreditasiyasının olmaması, bundan başqa autentik və ya həqiqi olmayan diplom məsələləri və sair məsələləri qeyd edə bilərik. Ən çox müraciət olunan ölkələrə gəldikdə isə biz qardaş Türkiyə Respublikasını, Rusiya Federasiyasını, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq və sair ölkələri göstərə bilərik. Ən çox müraciət olunan ixtisaslara gəldikdə isə biz ənənəvi olaraq hüquqşünaslıq ixtisasını, maliyyə, iqtisadiyyat, biznesin təşkili və idarə edilməsi, tibb və səhiyyə ixtisaslarını qeyd edə bilərik. Tanınma ilə bağlı müraciətlərin coğrafiyası olduqca genişdir. Belə ki, sentyabr ayında Türkiyədən 292, Rusiyadan 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarusdan 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10 müraciət qeydə alınıb. Təhsil sözsüz ki, gələcəyə ən böyük investisiyadır. Amma hər bir halda ən vacib məqam təhsilə başlamazdan əvvəl də onun formaları, təhsil müəssisəsinin akreditasiyası və tədris olunan dərslərin kreditlərinin uyğunluğu ilə bağlı detalları dəqiqləşdirməkdir. Natiq Çıraqzadə, Rüstam Abdullayev, ASTV Xəbər.